Bizneskarlara, biznes spikerlərə bir sualım var. O insanlara hansılar ki, bizi ticarətə öyrədirlər, bizi maliyyə savadlığına öyrədirlər, satış bacarıqlarına və sair. Hansılar propagandировать eləyirlər ki, məsələn də biznesdən o tərəfə bir şey yoxdur da, yəni belə deyək də, biznes ən gözəl bir üsuldur, zənginləşmək üçün, varlanmaq üçün və s. Vallahi bununla məşğul olmaq lazımdır ki, mütləq imkanlı olasan. Mən dünənləri belə bir şey müşahidə etdim. Bizdə 2 mağazadır, belə deyim də, filiallardır. Və demək olar ki, hər ikisində də eyni məhsullar satılır. Dünənləri belə bir şey müşahidə etdim. Bir müştəri, mən elə həmən mağazadaydım, gördüm ki, məsəl üçün də bir məhsul istəyir, bir məhsulu ona verdilər. Hətta dedilər ki, başqa nəsə lazımdırmı, başqa bir təşrifat falan elədilər və o məhsul satıldı. Bir dənə tək o məhsulu satdılar ona. Üstündən bir hardasa yarım saat, 1 saat keçmişdi. Artıq ikinci mağazamızda olduğum zaman gördüm ki, həmən adamlar girdilər artıq ikinci mağazamıza. Harda birində xırdavat daha çox üstünlük edir, amma yenə də qab-qacaq falan varımızdı. Biraz arxa zonada da belə deyək. Digər ikinci mağazamızda isə ikinci situasiyada qab-qacaq falan şüşə məhsulları öndədir. Xırdavat biraz azdır. Və artıq bura girəndə isə həmən insanlar dedilər ki, bizə qrafinka lazımdır. Heç baxmadan, birində qab-qacaqdır, birincə xırdavatdır, o tərəfə qoyaq. Yəni, girən kimi dedilər ki, bizə şüşə qrafinka lazımdır, məsələn. Və dərhal üzdə olan məhsulları başladılar satıcılar göstərməyə, təqdim eləməyə və buradan da bu satıldı. Buradan bu satıldığı zaman isə həmən adamlar xırdavata aid olan bir xırdat pərdə şpilkalarını soruşdular, qarmaqlarını soruşdular və həmən zaman mən dedim ki, da o bir yerimizdə var idi, əslində burada yoxdur. Həmən zaman, vəbşə bu, məndə uzun müddətdir belə bir şeyləri müşahidə edirəm. Bilirsiniz nə fikir keçdi? Həqiqətən də hər bir insanın öz qisməti var. Yəni, qismət Allahdan da, yəni biz və hər bir kəsin enerjisi var. Və biz bəzən özümüzü cırsaq da, çalışsaq da ki, yəni sanki bax elə eləyəcəm ki, ancaq məndən alsınlar, ancaq nə bilim də mənim mağazamda hər bir şey olsun ki, yəni müştəri qaçmasın, getməsin. İnanın bu illər ərzində nə qədərdir ki, mən ticarətlə məşğulam, müşahidə etdiyim ən vacib, ən önəmli bir şey odur ki, həqiqətən də hər kəsin öz qisməti var. Hər kəsin öz enerjisi var və müştərini Allah sanki özü göndərir. Sən bir müştəriyə, yəni nə qədər çalışsan da, bəlkə də sata bilməzsən elə bir şeyi, hansını ki, yəni gedəcək başqa bir yerdən alacaq. Bu çox təəccüblüdür, yəni çünki biz başlayanda ticarətə, biznesə, xatırlayıram, ucuz endirimli qiymətləri qoyurduq və mənim ətrafımda bir neçə dənə mağaza bağlandı. Mən elə bilirdim ki, yəni bax, yəni ətər elədimsən, ətər qiymətə satdımsan, yəni onlar mənim yanımda kimdilər ki? Amma zamanla öyrəndim ki, yox, sadəcə biraz yaşlı ola bilər, yaşlı pokoleniya idi. Başqa bir işləri çıxdı, maraqları, biri nə bilim dünyasını dəyişdi, biri sadəcə baş qoşmadı mənim kimin birisinə, məsələn, ola bilər ki. Və nə bilim, çox qəribədir. Yəni bəzən biz düşünürük ki, yəni indi ticarəti öyrənəcəyik və yaxud da ticarətdə də ancaq pul və yaxud da amma yəni məsələn o günləri müştəri girdi bizdən, məsəl üçün oturacaq soruşdu. Bu qab-qacaq olan mağazamızda kapron oturacaq. Qiymətləri danışdıq, 7 manata məsəl üçün dedik. Digər mağazamızda isə xırdavatda, hansı ki bazarın içindədir. Orada isə həmən məhsulu belə sadəcə belə alındı ki, yəni biraz daha ucuz qiymətə yazmışdılar. Səhvən. Orada cəmi 50 qəpik fərq var idi, amma mən həmən o birinci bizdən mağazamızdan 7 manat oturacağı soruşan adamı həmən o yerdə olduğum zaman gördüm ki, bu biri yerimizin böyründən düppələm düz keçir. Yəni
Çönüb baxsa qabağında olacaq və bəlkə də ona ucu 7 yox 6.50-yə deyəcəkdilər o məhsulu. Amma gördüm ki, sanki heç onun fərqində deyil. O bizdən soruşdu, dedi ki, bazarın içinə dəyib alış-veriş yapıb qayıdacam. Getdi, eyni bir proqramla da qayıtdı, sanki götürdü məhsulu bizdən 7 manata və getdi. Və sən belə bir şeyləri gördüyün zaman artıq həqiqətən də başa düşürsən ki, yəni dəfələrlə belə bir şey müşahidə etmişəm. Prosta yaxın ilk 2 gündə olan bir şeyə sadəcə deyirəm. Həqiqətən də belə bir şeyləri müşahidə edəndən sonra sən başa düşürsən ki, yəni bir nətər güvən artır özünə, əminlik artır özünə. Özünə dediyin nətər, yəni elə yox ki, bax hər şey mənə görədir. O mənada yox. Sadəcə həqiqətən də hər kəs özəldir. Yaradıcı hər kəs özəl və fərqli yaradıbdır və hər kəsə bir enerji veribdir. Və əgər sənin həqiqətən də ürəyindən nə isə etmək gəlirsə, heç vaxt baxma ətrafına və demək ki, bax bu işlə məşğul olanlar çoxdur. Artıq bu işi görürlər. Artıq yox, mən sadəcə həqiqətən sənin içindən bu gəlirsə, nə vaxtsa məsələn də 14 il öncə mən belə başlamışdım. Mən sadəcə o qədər mənə çəkdi ki, məsələn də bu iş. Mən sadəcə istədim ki, bununla məşğul olam və mənə çox bir şey, böyük bir şey də lazım deyildi. Sadəcə fokuslanaraq buna, bütün gücünü verərək buna, zamanla işdir, yəni ruzi bərəkəti, yəni Allah verir və böyüyürsən, işin böyüyür. Sadəcə demək istədiyim bu ki, çox da düşünməyin ki, yəni bunun üçün maliyyə savadlığını bilmək lazımdır, biznesi və s. Nə bilim, iminli biznes spikerlərdən iminli olar mənə deyəcəklər. Yəni çox da matematik beyniniz yox. Yəni bir balaca bildiniz ki, aldın, satdın, nəsə bir içindən də gəlirsə, bu uje yetərlidir. Elə bir adamlar var ki, amma bunlara bu fərasət verilməyibdir. Özlərini cırırlar ki, yəni iminli bizneslə məşğul olacam, pul ondadır. Nə bilim, satış eləyəcəm və s. O qədər bir adamlar var idi ki, yəni baxırdılar məsələn də Orxan bu işlə məşğuldular məsələn də tanışlardan zaten. Davay biz də məşğul olaq 3 gün. 3 gündən sonra yox bu alım, arenda, ay vergi, ay nə bilim nə, okey. Prosto bak, yəni hər əlin öz işi var. Hər kəsə bir potensial verilibdir, bir bacarıq verilibdir. Və bütün bu öz inkişaf yolu nə qədər onu öyrənsən də əslində yəni bir ünvana gətirir, çıxardır özünə, özünü tanımağa. Ondan sonra sənə yəni o qədər də ehtiyac olmur. Yəni mütləq maliyyə savadlığında bir tək həqiqəti tapa bilmərsən. Yəni görürsüz o qədər matematik beyninlə, məntiqi bir şeylə sən hər bir şeyi yəni anlaya bilmərsən də. Nə isə vadar eləyir o insanı düz qayıtmağa bir yerdə və o yerdən almağa. Nə isə vadar eləyir digər bir insanı gəlib bu mağazadan qrafinkanı soruşmağa. Digər mağazadansa başqa bir şeyi. Eyni adamı həmən yerdən götürməməyə. Nəsə vadar eləyir, nəsə belə maqnit kimi aparır, nəsə bir. Bunu izah eləyə bilmərsən sən məntiqi bir şeylərlə. Çalışa bilərsən, amma yəni belə əzizlərim, belə bir fikirlər gəldi. İstədim onlarla bölüşüm. Ümid edirəm doğru zamanda doğru ünvanlara satacaq və faydalı olacaq. Hər bir halda bu niyyətlə çəkilibdir. Özünüzə yaxşı baxın. Özünüzə.